Tez-tez soruşurlar ki, ölkədən çıxışın məhdudlaşdırılmasını hardan öyrənə bilərəm? Buna el arasında stop da deyirlər. Yəni mənə çıxışıma stop qoyulub yoxsa yox. Bunu bir neçə mənbədən öyrənmək olar. Mən sizə indi mənbələri göstərəcəm. Birinci Ədliyyə Nazirliyinin saytından öyrənmək olar. Burada dövlət xidmətləri hissəsinə giririk. Aşağıda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə elektron xidmətlər bölməsinə daxil olmaqla burada şəxsi vəsiqəsi məlumatlarını daxil edirik və nəticəni öyrənirik. Əgər kommersiya fəaliyyəti ilə bağlı məhdudlaşdırma varsa, biz Vergilər Nazirliyinin saytına daxil olmaqla burada xidmətlər bölməsindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hissəsinə daxil olub, öz şəxsi vəsiqəsi məlumatlarını daxil etməklə bu məlumatı əldə edə bilərik. Üçüncü bir mənbədə Daxilişlər Nazirliyinin saytıdır. Burada da yenə dövlət xidmətləri bölməsindən aşağıdan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə borclu və cavabdeh şəxslərə məlumatların verilməsi. Burada yenə şəxsi vəsiqəsi barədə məlumatları daxil etməklə biz bu barədə məlumatı ala bilərik. Yəni belə istifadə edə bilərsiniz.